Salam əziz şagirdlərim, bugün cümlə üzvləri ilə izahlarımıza davam edirik. Gəlin başlayaq. Bitmiş fikri ifadə edən sözə və ya söz birləşməsinə cümlə deyilir. Bax, bitmiş fikir ifadə edən sözə və ya söz birləşməsinə cümlə deyilir. Deyirsiniz ki, müəllim, bəs necə olur sözə söz birləşməsinə cümlə deyilir? Bax, məsələn, adlıq cümlə var. Məsələn, gecə, yaz səhəri. Baxın, burada gecə sözdür, yaz səhəri isə sıvı yazılan söz birləşməsidir. Daha sonra cümlə sözlərin və söz birləşmələrinin həm məna, həm də qrammatik baxımdan əlaqələnməsi nəticəsində yaranır. Necə oldu? Cümlə sözlərin və söz birləşmələrinin həm məna, həm də qrammatik baxımdan əlaqələnməsi nəticəsində yaranmış olacaq. Cümlələr, baxın, insanlar arasında fikir mübadiləsinin əsas vasitəsidir. Baxın, indi mən neyinirəm? Cümlə qura-qura sizinlə danışıram. Cümlənin qrammatik əsası və intonasiya bitkinliyi olur. Mübtəda və xəbər cümlənin baş üzvləri qrammatik əsasıdır. Bax, deyirsiniz ki, mənə müəllim, qrammatik əsas nədir? Nə deməkdir? Qrammatik əsas mübtəda və xəbərin iştirak eləməsi, yəni bir cümlədə desək ki, bir qrammatik əsas var, iki qrammatik əsas var. Biz baxırıq orada mübtəda xəbərə. Əgər bir mübtəda bir xəbər varsa, deyirik bir qrammatik əsası var, iki mübtəda iki xəbər varsa, deyirik ki, iki qrammatik əsası var. Qrammatik əsası yalnız xəbərdən, yaxud yalnız mübtədadan ibarət olan cümlələr də var. Məsələn, işə baxıldı. Sakit dəniz kənarı. Baxın, işə baxıldı. Xəbərdən ibarətdir. Sakit dəniz kənarı. Burada da isə mübtəda var, amma xəbər yoxdur. Cümlə bir sözdən də ibarət ola bilər. Gecdir, səhərdir, maraqlıdır. Cümlə quruluş da sadə və mürəkkəb olur. Sadə cümlənin bir qrammatik əsası olur. Baxın, sadə cümlənin bir qrammatik əsası olur. Avtobus dayandı. Avtobus mübtəda, dayandı xəbər. Müəllim şeiri oxuyur və izah edirdi. Baxın, şeiri oxuyan da müəllimdir. İzah edən də müəllimdir. Bu sadə cümlədir. Deyirsiniz, müəllim, iki dənə xəbər var, niyə bu mürəkkəb götürmədik? Çünki hər ikisi bir mübtədaya aiddir. Mürəkkəb cümlənin iki və ya daha artıq qrammatik əsası ola bilər. Avtobus dayandı, sərnişinlər mindilər. Baxın, burada nə gördük? Gördük ki, dayandı avtobus, mindilər, sərnişinlər. Hər bax xəbər, mübtəda, xəbər, mübtəda. Hər bir xəbərin öz mübtədası olmuş oldu. Deməli, burada iki dənə qrammatik əsas olmuş oldu. Bir bu, iki də bu. Cümlə müxtəsər və geniş olur. Müxtəsər və geniş olur. Müxtəsər cümlələr heç bir ikinci dərəcəli üzvün işlənmədiyi cümlələrdir. Bax, nə dedi? Müxtəsər cümlələr heç bir ikinci dərəcəli üzvün işlənmədiyi cümlələrdir. Məsələn, səhərdir, kitab maraqlıdır, yaz səhəri və s. Geniş cümlələr ikinci dərəcəli üzvlərdən ən azı birinin işləndiyi cümlələrdir. Bu kitab maraqlıdır. Baxın, burada bu nədir? Təyindir, kitab mübtədadır, maraqlıdır da xəbər. Bir də ola bilər ki, bizə iki dənə söz versin, amma o mürəkkəb cümlə olsun. Və yaxud da ki, iki dənə söz görürsən, amma o sadə cümlədir. Bu necə ola bilər? Məsələn, oxudum, oxudum, yazdım. Bax, burada oxuyan da mənəm, yazan da mənəm. Ona görə bu olacaq sadə cümlə. Əgər mən desəm ki, oxudum, yazdım. Sən oxudun, mən yazdım. Əgər belə olursa, artıq bunların şəxsləri fərqli olacaq. Biri ikinci şəxsdə olacaq, biri birinci şəxsdə olacaq. Ona görə bu isə artıq olmuş olacaq mürəkkəb cümlə. İndi keçək mürəkkəb cümlənin başqa bir nümunə yazaq. Məsələn, oxudum, oynayaq. Baxın, bunlar da hər biri fərqli şəxslərdə olduğu üçün mürəkkəb cümlə hesab olunmuş olacaq. Cümlə üzvləri ilə davam edək izahlarımıza. Bir-biri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən, müstəqil məna ifadə edən söz və söz birləşmələrinə cümlə üzvləri deyilir. Cümlə üzvləri iki qrupa bölünür. Baş üzvlər və ikinci dərəcəli üzvlər. Cümlə üzvləri ona görə baş və ikinci dərəcəli üzvlərə ayrılır ki, onların hamısı cümlə üçün eyni yaradıcı xüsusiyyətə malik deyil. Baş üzvlər cümlənin qrammatik əsasını təşkil edir, ikinci dərəcəli üzvlər isə baş üzvləri müxtəlif cəhətdən izah edir, aydınlaşdırır və tamamlayır. Cümlənin tərkibində işlənən hər söz cümlə üzvü olmur. Bax, cümlənin tərkibində işlənən hər söz cümlə üzvü olmur. Hər hansı söz cümlə üzvü ola bilmək üçün ilk növbədə müstəqil leksik mənaya malik olmalıdır. Cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn, Fuad, sən məktəbə gedirsən. Baxın, burada nə görürük? Görürük ki, Fuad burada xitab kimi işlənib və digər. Baxın, sözlərlə məna cəhətdən bağlı olsa da, amma qrammatik cəhətdən bağlı deyil. Bu tipli sözlər, yəni xitab, ara sözlər, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur və cümlə üzvü sayılmır. Yaxşı. Bəzən müstəqil, leksik, qrammatik mənaya malik olan sözlər də müstəqil cümlə üzvü ola bilmir. Bu nə zaman baş verir? Baxın, bunu da yadınızda saxlayın. Bu o zaman baş verir ki, həmin söz birləşməsinin tərkibində işlənsin. Məsələn, sənin kitabın evdədir, bax cümləsində sən və kitab sözləri əsas nitq hissəsi olsa da, tərkibdə heç biri cümlə üzvü deyil. Çünki söz birləşməsi əmələ gəlib.
cümlədə mübtədanın ifadə vasitəsi ismi birləşmədir. Üçüncü növ təyini söz birləşməsidir. Məsələn, evdədir. Baxın, burada evdədir olacaq xəbər. Sənin kitabın isə olacaq mübtəda, ismi birləşmə ilə ifadə olunmuş olacaq. Sual əvəzlikləri ilə ifadə olunan cümlə üzvləri sual tələb eləmir. Bax, sual əvəzlikləri ilə ifadə olunan cümlə üzvləri sual tələb etmir. Kim gəlməyib cümləsində mübtədaya sual vermək olmur. Nitq hissəsi öz əsas vəzifəsində deyil, başqa vəzifədə işləndikdə sözün sintaktik sualı ilə morfoloji sualı fərqlənir. Məsələn, dəmir pul deyəndə dəmir pul necə pul deyirik, amma ki, morfoloji sualı nitq hissəsi baxımından dəmir sözü isimli və nə sualına cavab vermiş olacaq. Deməli, morfoloji sual oldu nə? Sintaktik sualı isə olmuş oldu necə? Nitq hissələri ilə ifadə olunan cümlə üzvləri quruluşda sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan cümlə üzvləri isə mürəkkəb cümlə üzvləri sayılacaq. Bax, nə oldu? Nitq hissələri ilə ifadə olunan cümlə üzvləri quruluşda sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan cümlə üzvləri isə olacaq mürəkkəb cümlə üzvləri. Məsələn, mənim kitabım səndədir. Burada səndədir xəbər, sadədir, nə ilə ifadə olunub? Sözlə. Mənim kitabım isə mübtədadır və nə ilə ifadə olunub? S-ı yazıram söz birləşməsi ilə və mürəkkəb cümlə üzvü sayılmış olacaq. Gələk baş üzvlərə. Mübtəda haqqında başlayaq izahımıza. Mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Mübtəda cümlədəki fikrin predmeti, fikrin nədir? Fikir özlüdür. Mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Mübtəda cümlədəki fikrin predmeti, fikir özlü sayılmış olacaq. Qrammatik cəhətdən ən müstəqil cümlə üzvüdür. Heç bir cümlə üzvünə tabe olmur. Baxın, mübtəda heç bir cümlə üzvünə tabe olmur. Kim, nə, hara suallarına cavab olur. Əli oxuyur, kim? Kitab yenidir, nə? Şəki gözəl yerdir, hara? Mübtəda yalnız ismin adı halında olan söz və söz birləşmələri ilə ifadə olunur. Quruluşda sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə. Bax, nə ilə? Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə. Söz birləşmələri ilə ifadə olunan mübtədalar isə quruluşda mürəkkəb sayılacaq. Kitab, məsələn, oxuculara təqdim olundu. Sadə. Məktəb həyəti gül çiçəklə bəzənmişdi. Burada isə mürəkkəb olmuş olacaq. Baxın, burada məktəb həyəti nədir? Söz birləşməsi, S-bu mürəkkəb. Burada isə təqdim olundu nə? Kitab sözlə, isimlə ifadə olunub olacaq sadə. Daha sonra Nizami Gəncəvi Gəncədə yaşayıb. Bax, burada nədir Nizami Gəncəvi? Mürəkkəb addır. Mürəkkəb addır. Daha sonra mübtəda o bu əvəzlikləri ilə ifadə olunduqda ondan sonra vergül qoyulur. Bax, mübtəda o bu əvəzlikləri ilə ifadə olunanda onlardan sonra vergül qoyulur. Bu Aminin kitabıdır. Bu Aminin kitabıdır. Gördünüz? Buradan sonra vergül qoyuldu. O cəld qapıdan çıxdı. Oradan sonra vergül qoyuldu. O və bu mübtədalarından sonra əvəzlik və feil, köməkçi nitq hissələri gələndə vergül qoyulmur. Amma orada bir istisnalarımız var. Feili sifət istisnadır. Bir də modal sözlə nida istisnadır. Bu mənim kitabımdır. Bax, özündən sonra nə gəlir? Əvəzlik gəldiyinə görə burada vergül qoymadıq. O da getmək istəyirdi. Burada isə köməkçi nitq hissəsi gəldiyi üçün vergül qoymadıq. Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür. Heç bir cümlə üzvünə də tabe deyil. Bunu bayaqda sizə dedik ki, mübtəda heç bir cümlə üzvünə tabe deyil. Mübtəda xəbər və təyinlə sintaktik əlaqədə olur və hər ikisində də mübtəda əsas tərəf olmuş olacaq. Mübtədaya aid hökm və hərəkət xəbərdə öz əksini tapır. Bax, hökm deyəndə nə nəzərdə tuturuq? Çoxunuz soruşursunuz. Hərəkət deyəndə nəzərdə tutulur burada. Hökm deyəndə burada ismi xəbəri. Hərəkət deyəndə isə feili xəbəri nəzərdə tutmuş olurlar. Mübtəda hansı şəxsdə olarsa, xəbər də onunla həmin şəxsin təkində və ya cəminə görə uyğunlaşaraq şəxs və ya xəbərlik şəkilçisi qəbul edir. Məsələn, mən gəldim, sən gəldin. Baxın, hərəsi öz şəxsinə uyğun şəkilçilər qəbul eləmiş oldu. Mübtəda cümlədə iş görəni və ya haqqında danışılanı bildirir. Mübtəda şəxs bildirməklə yanaşı, bütün digər canlı və cansız varlıqları, mücərrəd anlayışları ifadə edir. Məsələn, kitablar stolun üstündə idi. Ağacın yarpaqları yerə töküldü. Xəyal şirin nemətidir bu acı kainatın və sair. Bax, yadımızda saxlayaq. Mübtəda şəxs bildirməklə yanaşı, bütün digər canlı və cansız varlıqların mücərrəd anlayışları da gördüyümüz kimi bildirmiş oldu. Mübtəda əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Mübtədanın əsas ifadə vasitələri isim, şəxs və qeyri-müəyyən əvəzliklər, ismi, birləşmələr və məsdərlər əsas ifadə vasitələri olmuş olacaq. Bax, nə oldu? Mübtədanın əsas ifadə vasitələri isim, şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklər və ismi birləşmələr, məsdərlər. Mübtəda cümlədə hər zaman subyekt kimi çıxış edir bizə desə yanlışdır. Çünki mübtəda hər zaman subyekt, yəni işi icra edən kimi çıxış edə bilmir. Bunu feil bölməsində də
sizə izah eləmişdim, demişdim. Cümlənin xəbəri feilin məhsul növündə işlənibsə, cümlədəki mübtəda, subyekt işi icra edən olmur. Məsələn, məktub yazıldı cümləsində məktub sözü bax cümlənin mübtədası olsa da subyekti deyil. Çünki məhsul növ feillərdə obyekt subyektin yerinə keçir, cümlədə mübtəda olur. Subyekt ola bilmir. Bu cümlədə subyekt buraxılıb. Bəs onu biz necə əlavə edə bilərik subyekti bura? Onu tərəfindən qoşulan sözlə bərpa edə bilərik. Məsələn, dedim, məktub yazıldı. Məktub, məsələn, Aysu tərəfindən yazıldı. Burada biz tərəfindən sözü ilə, bax, Aysunu əlavə elədik, Aysu tərəfindən. Burada subyekt iştirak elədi Aysu. Amma bu o demək deyil ki, Aysu burada gəlib mübtəda olacaq. Orada məktub sözü oradan mübtəda vəzifəsində çıxış eləməyəcək. Xeyr. Və həmçinin bunun növü də dəyişməyəcək. Yenə məktub Aysu tərəfindən yazıldı cümləsində yazıldı sözü yenə də məhsul növdə qalacaq. Aysu tərəfindən isə burada tamamlıq kimi bərpa olunacaq, mübtəda kimi deyil. Məktub Aysu tərəfindən yazıldı deyiləndə burada Aysu tərəfindən tamamlıq, məktub mübtəda, yazıldı isə xəbər olmuş olacaq. İsmi xəbərli cümlələr mübtədaya aid hərəkəti bildirmədiyindən o cümlələrdə subyekti işlənmir. Bax, yadımızda saxlayın. İsmi xəbərli cümlələr mübtədaya aid hərəkəti bildirmədiyindən o cümlələrdə subyekt işlənmir. İndi mübtədanın əsas ifadə vasitələrinə baxaq. İsim, məsələn, maşın həyətdədir, sifət, qoca öz fikrini bildirdi, məsləhət, oxumaq hərəkəsi üçün vacibdir, zərf, yuxarılar bu işə biganədir, fe'li birləşmə, dərsə yazır gələnlər gedə bilərlər. Baxın, burada nədir? Fe'li sifətli gələnlər. Əvəzi ilə o dünən dərsə gəlmişdi. Sayla ifadə olunanda 10-cular yarışda qalib gəldilər. Fe'li sifət çalışanlar uğur qazanar. İsmi birləşmə, onun oxumağı bizi sevindirdi. Baxın, bir də bizə düşə bilər ki, mübtədanın əsas ifadə vasitəsi olmur sualı düşə bilər. Ona nə deyə bilərik? Fe'li bağlama və fe'li bağlama tərkibləri təsriflənən feillər mübtəda olmur deyə biz də cavab verə bilərik. Bax, testdə qabağımıza çıxa bilər. Özünüz üçün qeyd edeyim ki, bunu mübtədanın əsas ifadə vasitələri olmur yazırsınız. Aşağıdan yazırsınız ki, fe'li bağlama və fe'li bağlama tərkibləri vergül təsriflənən feillər mübtəda olmur. Yazdınız məncə. İndi artıq mübtəda ilə bağlı dediklərimizi qeyd elədinizsə, davam edək xəbərlə. Mübtədaya aid hərəkət və ya hökmü bildirən baş üzvə xəbər deyilir. Nə edir, kimdir, nədir, necədir, haradadır, hansıdır, neçəncidir və s. suallarına birinə cavab verir. Məsələn, bura Bakıdır, yarışda birincidir, məktəbdədir və s. Bunların hər biri gördüyümüz kimi nədir? Xəbərdir. Xəbər sintaktik əlaqə baxımından mübtədaya tabe olur. İkinci dərəcəli üzvləri özünə tabe eləyir. Nitq hissələri ilə ifadə olunan xəbərlər quruluşsa sadə, söz birləşmələrlə ifadə olunanlar və mürəkkəb adlarla ifadə olunan xəbərlər isə mürəkkəb sayılacaq. Məsələn, onun xasiyyəti mülayimdir. Gördüyümüz kimi burada xəbər nə ilə ifadə olunub? Sözlə. Deməli, bu nə oldu? Sadə. Sözüm sənin kimlərədir? Bu da sadədir. Kimi burada çünki üzvləmi, köməkçinin nitq hissəsi getdi. Sadə, yəni xəbər sayılır. Onun xoşbəxtliyi mənim xoşbəxtliyimdir. Axı, mənim xoşbəxtliyim nədir? Üçüncü növ təyini söz birləşməsidir və söz birləşməsi ilə ifadə olunduğuna görə mürəkkəb xəbər sayılacaq. Həmin poema Nizami Gəncəvinindir. Nizami Gəncəvinin də burada gördüyümüz kimi mürəkkəb adla ifadə olunub. Deməli, nədir? Mürəkkəb xəbər sayılmış olacaq. İndi davam edək. İdi, imiş, isə hissəcikləri də aid olduğu söz və birləşmələrlə birlikdə xəbər olur və onun quruluşuna və növünə təsir eləmir. Bax, idi, imiş, isə hissəcikləri də aid olduğu söz və birləşmələrlə birlikdə xəbər olur və onun quruluşuna, növünə təsir eləmir. Məsələn, o bacarıqlı idi, qardaşı həkim imiş, o da bura gəlməli idi. Baxın, burada gördüyümüz kimi hər biri nədir? Sadə xəbərlər olmuş olacaq. İndi davam edək. Xəbər ifadə vasitəsinə görə bildiyimiz kimi iki növə bölünəcək. Bir var ismi xəbər, bir də var ki, fe'li xəbər. İsmi xəbər nə deməkdir? Fe'li xəbər nə deməkdir? Gəlin indi bunları təhlil edək. Fe'li xəbər fe'lin müxtəlif şəkilləri. Bax, fe'lin müxtəlif şəkilləri ilə ifadə olunur. Fe'lin şəkillərində olan frazoloji birləşmələr və təsriflənən fe'llər cümlənin fe'li xəbəri olur. Bax, hansılar oldu? Müxtəlif şəkilləri. Bax, fe'lin müxtəlif şəkillərini keçmişik fe'l bölməsində. Həm də frazoloji birləşmələr də fe'llərin şəkillərində olarsa, fe'lin şəkillərində olarsa, təsriflənən fe'llər, bax, nə olacaq? Cümlənin fe'li xəbəri olmuş olacaq. Şəkilləri də yadınıza salın. Hansılar idi? Hansılar keçmişdi? Əmr şəklini keçmişdi, xəbər şəklini keçmişdi, arzu şəklin, vacib şəklin, lazım şəklin, şərt şəklin. Bunların hər birini biz keçmişdik. Yenə də yadınıza salın. Yadınızdan çıxıbsa bir də o mövzulara baxıb təkrarlayın. Sonra nə edir, nə edəcək suallarına cavab verir. Fe'li xəbərlər quruluş baxımından adətən sadə olur. Quruluş baxımından nə olacaq fe'li xəbərlər? Sadə olacaq. Məsələn, imtahana yaxşı hazırlaşmalıyıq. Gələş deyilənə qulaq asasan, dünən gələsi idi və s. Baxın, indi olmaq, etmək, eləmək, bilmək, istəmək və
başlamaq feilləri çox vaxt başqa sözlərlə birləşərək xəbər vəzifəsində olur. Məsələn, o test tapşırıqlarını yaza bilmədi. Xəstə yeriməyə başladı. Və s. Bu feillər ilkin mənalarını saxladıqda müstəqil xəbər kimi də çıxış edə bilir. Məsələn, biz burada oluruq, yəni biz burada yaşayırıq. Burada gördüyümüz kimi nədir? Müstəqil xəbərdir. Film başladı. Tapşırıqlarımı eləmişəm, yəni etmişəm, yerinə yetirmişəm mənasında. Baxın, bu cümlələrdə o maşın istəyirdi. Bu cümlələrin hər birində müstəqil xəbər kimi işlənir. Bax, dedik olmaq, etmək, eləmək, bilmək, istəmək, başlamaq nə zaman müstəqil xəbər kimi işlənə bilir? İlkin mənalarını saxlayanda. İndi feili xəbəri başa düşdük, bildik ki, nə deməkdir? Dedik ki, feilin müxtəlif şəkilləri ilə ifadə olunur. Feilin şəkillərində olan frazoloji birləşmələr və təsriflənən feillər cümlənin feili xəbəri olmuş olacaq. Nə edir, nə edəcəkdir suallarına cavab verir. İndi gələk ismi xəbərə. İsmi xəbər nədir? Adlarla. Adlara nələr aiddir? İsim, sifət, say, əvəzi, zərf, məsdər və məsdər tərkibi, feili sifət tərkibi, təyini və qeyri-təyini söz birləşmələri və mürəkkəb adlarla ifadə olunursa, biz buna deyəcəyik ismi xəbər. Baxın, qarışdırmırıq ha. Deməli, dedik ki, adlarla, məsdər tərkibi, feili sifət tərkibi, təyini və qeyri-təyini söz birləşmələri ilə ifadə olunursa xəbər, deyəcəyik nədir bu? İsmi xəbərdir. Məsələn, o yaxşı şagirddir. İsimlə ifadə olunub xəbər. Bu mənzərə çox gözəldir. Sifətlə məsələnin cavabı 5-dir. Sayla bu işin axırı belədir. Əvəzi ilə sözüm yuxarılaradır. Zərflə məqsədimiz öyrənməkdir. Məsdərlə məqsədimiz vətəni qorumaqdır. Məsdər tərkibi və s. Bu cümlələrin hər birinə diqqət yetirərsiniz. Bunların hər birinə gördüyümüz kimi xəbərlərin ifadə vasitələri yazılıb və hər birinin xəbəri ismi xəbər sayılmış olacaq. İsmi xəbərlər quruluşca sadə və mürəkkəb ola bilir. Var, yox, bəs, mümkün, lazım, gərək bunlar predikativ sözlər, yəni söz xəbərlərdir. Bu sözlər heç bir suala cavab vermir, lakin cümlədə müstəqil və sadə ismi xəbər olmuş olacaq. Məsələn, bu hadisədən mənim xəbərim var. Var burada predikativ sözdür, söz xəbərdir. Müstəqil, sadə ismi xəbər olmuş olacaq. Bax, hansılar oldu? Var, yox, bəs, mümkün, lazım, gərək. Bunları yadımıza saxlayaq. 6 dənədir. Var, yox, bəs, mümkün, lazım, gərək. Predikativ sözlərdir, söz xəbərlərdir. Sadə ismi xəbər sayılmış olur. İndi gələk xəbərin mübtəda ilə uzlaşmasına. Xəbərin mübtəda ilə şəxsə görə uzlaşması demək olar ki, pozulmur. İstisna gedən sənsən, gedən üçüncü şəxs, sənsən ikinci şəxs. İstisna hallarda ola bilər. Xəbər həmişə mübtəda ilə birinci və ikinci şəxslə kəmiyyətə görə uzlaşır. Bax, deyir həmişə xəbər mübtəda birinci və ikinci şəxsə görə uzlaşır. Üçüncü şəxs də kəmiyyətə görə uzlaşa da bilər, uzlaşmaya da bilər. Ümumiyyətlə, kəmiyyətə görə uzlaşma əlaqəsinin tələbi odur ki, istər insan, istər heyvan, istərsə də cansızlara aid olsun, fərqi yoxdur. Mübtəda cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Əgər istənilən anlayışlardan biri mübtəda və ya xəbər təkdə, biri mübtəda və ya xəbər cəmdə olarsa, o zaman kəmiyyətə görə uzlaşma pozulmuş sayılacaq. Mübtəda söz birləşməsi ilə ifadə olunubsa, kəmiyyətə görə uzlaşmanı söz birləşməsinin əsas tərəfə əsasən nəzərə almaq lazımdır. Bax, əsas tərəf. Əsas tərəf cəmdədirsə, xəbər cəmdə. Əsas tərəf təkdədirsə, xəbəri təkdə işlətmək lazımdır. Məsələn, qonaqların hamısı gəldilər. Bu cümlədə uzlaşma əlaqəsi kəmiyyətcə pozulub. Məsələn, bəziləri gedir götürür ki, müəllim, burada qonaqların cəmdədir də. Nəyə görə burada kəmiyyətə görə pozuldu? Biz nə dedik? Dedik ki, söz birləşməsində əsas və aslı tərəfi təyin edirik ilk ön olaraq. Sonra isə əsas tərəfə nəzərən biz deyəcəyik ki, kəmiyyətə görə uzlaşma pozulub yoxsa yox. İndi qonaqların hamısı gördüyümüz kimi üçüncü növ təyinli söz birləşməsi. Qonaqların aslıdır, hamısı əsasdır. Əsas tərəf də gördüyümüz kimi kəmiyyətə görə bax nədir? Təkdədir, amma xəbər nədir? Cəmdədir. Deməli nə olacaq? Kəmiyyətə görə biri təkdə, biri cəmdədirsə, kəmiyyətə görə uzlaşma təbii ki, pozulmuş sayılacaq. Sonra keçirik qeydlərimizə. Qeydlərimizdə deyir ki, bizə var sözü imkan, dövlət, mal, mülk mənalarını ifadə edəndə söz xəbər, yəni predikativ olmur. Müstəqil suala cavab verir. Bax, var, imkan, dövlət, mal, mülk mənalarında müstəqil suala cavab verir. Predikativ olmur. Onu belə göylə aparan puldur, vardır, nədir? Yəni dövlətdir, mal, mülkdir, imkandır. Frazoloji birləşmə təsriflənməyən formaların məsdər, feili sifət, bax, şəkilçəni qəbul edərsə, bu zaman cümlədə feili xəbər yox, ismi xəbər olacaq. Yadımızda saxlayaq. Frazoloji birləşmə təsriflənməyən formaların məsdər, feili sifət, şəkilçəni qəbul edərsə, bu zaman cümlənin feili xəbəri yox, ismi xəbər olacaq. Bax, yəni bayaqlarda dedik. Əgər frazoloji birləşmələr, frazemlər feilin şəkillərinin xüsusiyyətlərini götürürsə, onun şəkilçiləri ilə işlənirsə, o zaman deyəcəyik ki, ona nədir? Feili xəbərdir. Yox, əgər frazoloji birləşmə təsriflənməyən formaların məsdər və feili sifətin şəkilçilərini qəbul edərsə, bu zaman deyəcəyik ki, ismi xəbərdir. Məsələn, məqsədin başa düşməsidir. Onlar bizi yola salanlardır. Baxın, bunların hər birində biz götürəcəyik ki, ismi birləşmədir. Daha doğrusu ismi xəbərdir, yaxşı, ismi xəbərdir. Xəbərin ifadə vasitəsi təsriflənən feilin sualı olarsa, sual əvəzi feili xəbərin ifadə vasitəsi olmuş olacaq. Bax, xəbərin ifadə vasitəsi təsriflənən feilin sualı olarsa, sual əvəziyi feili xəbərin ifadə vasitəsi olmuş olacaq. Məsələn, o burada nə edir? Sabah başına iş gələndə bəs nə edəcək?
Daha sonra qeyd 4-də deyir ki, məqsədimiz bura gələnlərə kömək etməkdir tipli cümlələrdə xəbər və mübtədanı tapmaqda çətinlik çəkməmək üçün öncə mübtədanı müəyyən edib, yerdə qalan sözlərin axırıncısından xəbərli şəkilçisini silərək mübtəda ilə yerini dəyişmək və həmin xəbərli şəkilçisini mübtəda olan sözə artırmaq lazımdır. Məsələn, bu cümlədə mübtəda məqsədimiz sözüdür. Yerdə qalanlar bura gələnlərə kömək etməkdir. Buradan xəbərli şəkilçi diri silib, artırılıb mübtədaya, yəni məqsədimiz sözünə. O zaman cümlə belə olacaq ki, bura gələnlərə kömək etmək məqsədimizdir. Artıq bu halda rahatca müəyyən eləyə bilərik ki, bura gələnlərə kömək etmək bütövlükdə məsdər tərkibidir. Deməli, məqsədimiz bura gələnlərə kömək etməkdir cümləsində də xəbər məsdər tərkibi ilə ifadə olunmuş olacaq. Qeyd 5-imizə gələk. Qeyd 5-də isə bizə deyir ki, xəbər məcazi mənalı sözlə ifadə olunarkən əvvəlindəki sözün müstəqil olub olmamasına diqqət etmək lazımdır. Əgər əvvəlindəki söz müstəqildirsə, xəbərə qatılmır. Əks halda bütövlükdə xəbər götürülmüş olacaq. Məsələn, bizi sevinc bürüdü. Bu cümlədə bürüdü sözü məcazi mənalıdır, lakin əvvəlindəki söz ilk mənasını saxlayıb. Həmçinin onu başqa sözlərlə də əvəz eləmək olar. Məsələn, kədər bürüdü, fərəh bürüdü və s. Demək ki, bu cümlədə sevinç sözü müstəqil mübtəda, bürüdü sözü isə nədir? Xəbər olmuş olacaq, müstəqil xəbər olmuş olacaq. Qeyd 6-ya gələk. Qeyd 6-da deyir ki, bizə mübtəda dedikdə əsasən cümlədə subyekt nəzərdə tutulur. Bir məqama da diqqət etmək lazımdır ki, xəbəri məhsul növlə ifadə olunan cümlədə mübtəda subyekt olmur. Bunu dəfələrlə demişik. Cümlənin obyekti mübtəda kimi çıxış edir. Məsələn, kitab yazıldı. Bu cümlədə işi görən subyekt məlum deyil, amma cümlədə mübtəda var. Həmin mübtəda məhz obyektdir. Biz cümləyə subyekt əlavə eləmək istəsək, həmin subyekt artıq tamamlıq kimi cümləyə qarışacaq və tərəfindən qoşması ilə biz onu gətirə bilərik cümləyə. Məsələn, kitab yazıldı, kitab Əli tərəfindən yazıldı. Burada isə belə nəticəyə gələ bilər ki, mübtəda olmaq həmişə subyekt olmaq deyil. Bunu da yadımızda saxlayaq. Bugünkü izahımız bura qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Nə sualınız olsa şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun.